Sizə bu videoda Azərbaycanlı cildinə girmiş cuhudları təyin etməyin çox sadə üsulları barədə danışacağam. 1. Orta statistik Azərbaycanlının ərəbdən acığı gələ, Targovda qız ovuna gəliblər, nəsli kəsilən quşlarımızı ovlayırlar deyib ərəbi söyə, nifrət edə, nəsə söz düşəndə romantik damarı tuta və ulu babamız Babək ərəblərlə döyüşüb kimi sözlər deyə bilər. Bunlar təbiidir, təbliğat təsirinə düşə bilər hər kəs. Amma heç bir Azərbaycanlı ərəblərə dəlicəsinə nifrət edə bilməz. Çünki bunun üçün heç bir səbəb yoxdur. Heç bir Azərbaycanlı 1000 il əvvəl Babəkin tökülən qanının intiqamını almaq həvəsi ilə yaşamaz. Təsəvvür edin ki, bir Azərbaycanlı Monqolistanlılara dəlicəsinə nifrət edir. Nə qədər gülməlidir. Bir Azərbaycanlı Monqolistanlılara niyə dəli kimi nifrət eləsin axı? Bizim coğrafiyadan uzaq coğrafiyalarda yaşayan millətlərə kəskin nifrət üçün xüsusi bir səbəb olmalıdır. Adını vətən, soyadını dəli kür qoyan, profilində canavar, Türkiyə-Azərbaycan bayrağı gəzdirən, şəhidin vay deyənlərin həmin paylaşımları sizi aldatmasın. Onsuz da o şəxs həqiqətən Azərbaycanlı olsa, özünün Azərbaycanlı olduğunu sübut eləmək üçün bu qədər dəridən qabıqdan çıxmaz. Belə adamlar ərəblərə ifrat və kəskin nifrət püskürərkən özlərini ələ verirlər və həqiqətdə cuhud olduqlarını göstərirlər. 2. İfrat ərəbəfobiyadan əziyyət çəkən Azərbaycanlı cildinə girmiş cuhudları tanımağın digər üsulu isə onlarda olan ifrat cuhud tərifi sifətidir. Adi bir Azərbaycanlı cuhudları bəyənə bilər, onların inkişafını, lobbi fəaliyyətlərini təqdir edə bilər. Bunun düz ya səhv olmasından danışmırıq. Demək istəyirik ki, bu təbii bir şeydir. Hər kəsin digər hansısa milləti bəyənməsi mümkündür. Amma heç bir normal Azərbaycanlı yaxud hər hansı bir millətin nümayəndəsi durub deməz ki, onlar ən üstün millətdir, bizdən üstündülər, bizdən ağıllıdırlar və s. Çünki ən aşağı insani göstəricilərə malik millətlərin nümayəndələri də özlərini bəyənirlər. Sizin məsələn ananız, bacınız, həyat yoldaşınız eybəcər ola bilər. Hətta ən eybəcər şəxslər ola bilərlər. Amma heç kəs durub deməz ki, mənim anam ən eybəcər qadındır. Bəli, daxilində bunu anlayar, qəbul edər, amma dilinə gətirməz. Bunu kim deyə bilər? Həmin qadından doğulmayan biri. Bir nəfər gördünüz ki, anormal şəkildə cuhudları tərif edir və onların bizdən üstün olduqlarını isbat etməyə çalışır. Bilin ki, o adamın özü cuhuddur. Misal üçün, şəkildəki Murad Köhnəqala. Dövlətin birbaşa ev hədiyyə etdiyi bu şəxs cuhuddur. İllərdir Azərbaycanlı ad soyadı ilə sosial şəbəkələrdə cuhudların bizdən üstün olduqlarını təbliğ edir. Yoldaşının adı nə olsa yaxşıdır. Şəlalə Göytürk. Nə demişdim? Bunların Öztürk, Göytürk soyadları, Azərbaycan bayrağı, vətənpərvər paylaşımları sizi aldatmasın. Vətənpərvərlik əclaf insanların son sığınacağıdır deyiblər. Həqiqətən Azərbaycanlı olan biri heç vaxt özünün Azərbaycanlı olduğunu sübut etmək üçün canfəşanlıq eləməz. Cuhudlar adətən ateist cildinə girib İsraili tərifləyirlər. Ümumiyyətlə bilin, bir ateistdə müsəlmanlara qarşı xüsusi bir negativ təəssüb və İsrailə qarşı xüsusi bir rəğbət hiss eləsəz, əmin olun ki, bu adam adi bir ateist deyil. Adi bir ateist üçün müsəlmanın xristiyandan fərqi yoxdur. Necə ola bilər ki, biri ateist olsun, yəni dini quruluş əleyhdarı olsun, eyni zamanda İsraildə olan dini quruluşu dəstəkləsin? 3. Azərbaycanlı qılığına girmiş cuhudları tanımağın digər bir yolu onlarda olan ifrat rəhimsizlik sifətidir. Ümumiyyətlə, dünyada məzhəblərin ərazilər üzrə yayılma formasını nəzər saldıqda görürük ki, harda bir qonaqpərvər, üzü yola, rəhimli, yolda qalana əl tutan, gülərüz, mehriban insanlar var, şiəliyə meyil salırlar. Şiələr o qədər həlim, insancıldır ki, 1000 ildir Muxtar Səqəfinin ən alçaq insanlara qarşı haqsızlıq etdiyini özü dilə gətirir. Hətta ən rəzil məxluqları belə işgəncə ilə öldürməyi düz saymır. Azərbaycan xalqının da 95% şiədir. Yəni bizim xalqımız rəhimli xalqdır. Amma Azərbaycanlılar içində də rəhimsiz insanlar var. Onlar kimlərdir? Adətən sələfilik əqidəsində olanlar, Suriyadan gətirilənlər və bir dəstə qeyri-şər'i yolla doğulanlar, yəni şiəlik düşmənləri və cuhudlar belə olurlar. İndi siz birinin Azərbaycanlı qılığında qeyri-insani işgəncə, zülm çağırışı etdiyini görsəz, bilin ki, o şəxs inanclı adamdırsa sələfidir. Həm işgəncə tərəfdarı, həm də din ilə müxalifdirsə, ateistəm, deistəm, filanistəm deməyinə inanmayın. Cuhuddur. Cuhudluğunu bununla gizlədir sadəcə. Cuhudlar tarix boyu dəfələrlə müxtəlif ölkələrdə hakim dairələri ələ alıb yerli xalqı ən pis işgəncələrlə qətliam etdiriblər. Təkcə Əhəmənilər dövründə bir cuhud qadın şahı razı salaraq bir gecənin içində ölkənin 70 min ziyalısını öldürtdürüb. Bunlar Fələstindən torpaq pay almaq üçün 2-ci Dünya müharibəsində özlərindən olan zəif təbəqənin kütləvi öldürülməsinə belə şərait yaratdılar.
Onlar bundan həzz alırlar. Bu rəhimsizlik onların bayramlarına belə sızıb və bəzi bayramlarının atributu kəsilmiş qulaq və yaxud qanlı xəmirdir. 4. Cuhudları tanımağın növbəti yolu onların 100 illərdir İslama qarşı istifadə etdiyi üsullarla tanış olmaqdır. Bu üsulların ən təsirlisi əvvəlcə özünü müsəlman göstərib, məşhurlaşıb, sonra İslamı tərk etdiyini bildirərək arxasınca kütlə aparmaqdır. Bunun ən böyük nümunəsi Osmanlı dövlətində baş tutan sabotaj cərəyanıdır. Cuhudlar kütləvi şəkildə dırnaqarası müsəlman olduqdan sonra mürtədliklərini elan edərək çoxlu müsəlmanın onlara qoşulub dindən çıxmasına səbəb olublar. Bu haqda Quranda da ayələr mövcuddur. İndi də cuhudlar bu üsuldan istifadə edirlər. Misal üçün, videodakı şəxs həqiqətdə heç vaxt müsəlman olmayıb, amma özünü İslamdan üz çevirən müsəlman kimi göstərməklə yığdığı böyük auditoriyanı dindən soyudur. Quran oxudum, gözüm açıldı, başa düşdüm ki, belə bir şey yoxdur. Hələ müsəlman olmaqdansa kafir olmağa özümə qürur duyuram, fəxr duyuram. Bu şəxs həqiqətdə cuhuddur. Onun cuhud olmasının digər bir dəlili İslama qarşı videoda da hiss olunan anlaşılmaz nifrət və keyf çəkən din millət nümayəndələrini sayanda diqqət çəkməmək üçün cuhudların adını çəkməməsidir. Nə oldu? Allah elə kasıbları, varoşları, müsəlmanları sınağa çəkdi. Kafirlər, xristianlar, Kitaylar, Yaponlar ancaq belə yaşadı da, hə? Azərbaycanlı kimi görünən cuhudları tanımağın bir üsulu da budur ki, onlar müxtəlif absurd bəhanələr gətirərək İsrail ilə münaqişədə olan ölkələri qaralamağa çalışırlar. Hər məsələdə İsrailə müxalif olan Fələstin, Livan, İran, Yəmən və sair kimi ölkələri Azərbaycan xalqının gözündən salmağa çalışan adamlar görəndə bilin ki, onlar özünü bizdən göstərən cuhudlardır. Suriya Ermənistana silah verib, Fələstin Arsağı tanıyıb, Yəmən türkləri öldürüb, İran Azərbaycanı bölüb və s. Bunlar hamısı İsrail əleyhdarı olan ölkələr bizim gözümüzdən salmaq üçün cuhudların uydurduğu yalanlardır. Azərbaycan mediasında İsrail müttəfiqi olan bir dənə ölkənin barəsində belə yaz görə bilməzsiniz. Beləliklə bu videoda Azərbaycanlı qılığına girən cuhudları tanımağın 5 üsulu ilə tanış oldunuz. Sizin də onları tanımaq üçün xüsusi üsullarınız varsa, rəydə bizimlə bölüşün.